uşağa oturmağı necə öyrətmək olar? Oturmaq bir bacarıqdır və uşaq bu bacarığı, eləcə də digər bacarıqları valideynlərin müdaxiləsi olmadan özü öyrənə bilər. Bu bacarıq çökdədə 4 ilə 9 ay arasında yaranır. Yəni, əgər uşaq 10 aylıqdırsa və hələ də oturmursa, su pərisi pozasında oturmur və cəhd etmişsən, bu zaman həkimə müraciət etmək lazımdır. Bir çox böyüklər hesab edir ki, uşaqları yalnız özləri sərbəst oturmağı bacardıqdan sonra oturtmaq olar. Lakin bu, geniş yayılmış bir yanlış fikirdir. Siz bu bacarıq tam formalaşmamışdan əvvəl də uşağı arada bir oturda bilərsiniz. Əgər əlavə qidalanmaya başlayasınızsa, uşağı rahatlıqla dizinizin üstünə ala bilərsiniz. Uşağınızla birlikdə dizinizdə 10 dəqiqə oturmaqdan heç bir zərər gəlməyəcək. Uşaq yalnız 10 yuvasında bu pozisiya üçün lazım olan əyilmələr və digər motor bacarıqları formalaşdıqdan sonra uzun müddət sərbəst otura biləcək. Yəni, körpəniz arxası, əzələləri və sinir sistemi buna hazır olanda oturacaq və otura biləcək. Yeni fiziki bacarıqları fəal şəkildə öyrənən uşağın ətrafında mütləq təhlükəsiz bir mühit yaradın. Mümkün olan zədələnmə riski olan küncləri və müxtəlif mebel sətlərini aradan qaldırmağa çalışın. Həmçinin uşağın əlçatan yerlərindən bütün məişət kimyəvi maddələrinin, dərmanları və xırda əşyaları mütləq yığışdırın. İstəsəniz, uşaqla birlikdə möhkəmləndirici gimnastika edə bilərsiniz. Uşağın əllərinin, ayaqlarını sığallayan, onunla ev şəraitində LFK, bədən tərbiyəsi məşqləri edə bilərsiniz. Bu, prosesi biraz sürətləndirməyə kömək edəcək və uşaq daha tez oturacaq. Gimnastika zamanı uşağa zərər vermək demək olar ki, mümkün deyil. Əsas odur ki, uşaqla kəskin hərəkətlər etməyin, onu silkələməyin. Əgər körpə bərkdən ağlayırsa, məşqi təxirə salmaq daha yaxşıdır.